Podkastın şərhçisi. Sizə bugün 5 ən əncir ətirdən danışacağım. Başladıq. Birinci ətir Armaniyadan Figa Eden'dir. Ətirdə isti torpaq qoxusu gəlir. Çox yetişmiş, biraz da qurudulmuş əncirin qoxusudur. Keçdik ikinci ətirə. Uzun olmur qardaş. Byredo Element Hour ətri. Ətir tamamilə yaşamaq hissi oyadır. Sichuan biberinin o ab-havasını mütləq hiss edəcəksiniz. Nəmişliyin qoxusunu sevən insanlara tövsiyə edərdim. Buradakı əncir Qubada tut və gavalı ağacının kölgəsində yetişən əhdi, amma ləhtsiz əncirin qoxusudur. Üçüncü ətir Atelier Calon'dan Mask Imperial ətirdir. Tozlu bir qoxu var. İsti betonun üzərinə yağış yağdıqdan sonra gələn qoxunu ettiva edin. Biraz sonra əncirin südünü sıxmısınız. Sizi qətiyyən yormayacaq. Ən bombası Santal Green ətirdir. Şu sərinliyi var, amma bu sitrusun verdiyi sərinlik deyil. Otların, torpağın, əncir mövzusu olan ətirlər daha çox elegant, samballı, səviyyəli ətirlərdir. Bu çıxdı. Maaş köçüb, okey sası. Burada əncirin qoxusundan çox əncir yarpağının qoxusudur. Sonuncu yeni kəşf etmişəm. Matchadır. Matcha deyil, yəni şirəli matcha gəlməsin o dəqiqə ağlınıza. Matcha çayının qoxusudur. Duzlu ab-havada var. Sonradan isə kremli, qaymaqlı, tortun falan üzərinə var. Kofenin falan bəzi glamurlu kofe shoplarda. Bunların arasında ən dadlı əncir Le Labo matchadır. Bu qədər.